Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə fərdi avtomobillərlə səfərlərinin istiqamətləri genişləndirilir. Bu barədə Dövlət Turizm Agentliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi birgə məlumat yayıb. Bildirilib ki, mayın 20-sindən vətəndaşlar Yolumuz Qarabağa portalında əldə olunan icazə əsasında fərdi minik avtomobilləri ilə artıq Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Xankəndi, Xocalı və Ağdərə istiqamətlərində də səfər edə biləcəklər. Qeyd edək ki, indiyə qədər portal vasitəsilə yalnız Şuşa, Laçın şəhərləri və Suqovuşan qəsəbəsinə səfər üçün icazə əldə etmək mümkün idi. Bu səfərlər yalnız Azərbaycan Respublikası vətəndaşları üçün və fərdi minik avtomobili ilə həyata keçirilən səfərlər üçün nəzərdə tutulub. Səfərləri Yolumuz Qarabağa.az portalından rəsmiləşdirmək mümkündür. Rəsmiləşdirilən icazələrin etibarlılıq müddəti 2 gündür. Fərdi minik avtomobili dedikdə sürücü də daxil olmaqla sərnişinlərin sayı 9-dan artıq olmayan minik avtomobilləri nəzərdə tutulur. Fərdi minik avtomobilləri Azərbaycan Respublikası vətəndaşına məxsus olan B kateqoriyasına uyğun minik avtomobillər sürücü portalda qeydiyyatdan keçərkən mütləq mina təhlükəsizliyi qaydaları ilə portalda yerləşdirilmiş və digər qaydalarla tanış olmalı və sərnişinləri də bu barədə məlumatlandırmalıdır.